Peyğəmbər s.ə.v həyatında yaşanılmış bir hadisə var. Öz yaxınını itirən bir qadının yanından Peyğəmbər s.ə.v keçərkən o qadın saçını başını yolaraq ağlayır və yanlarından keçən şəxsin Peyğəmbər s.ə.v olduğunu da qadın görə bilmir. Peyğəmbər s.ə.v ona belə eləmə deyəndə ona biraz sərt cavab verir. Sən yaxını itirməmsən ki, mən yaxınımı itirmişəm. Mənim duyğularımı sən bilə bilməzsən. Bu mövzuda bir cavab verir qadın ona. Sonradan özünə gələndə həmən xanıma deyirlər ki, bəs biraz əvvəl sən Peyğəmbərə s.ə.və belə bir cavab verdin. Qadın biraz peşman olur və Peyğəmbər s.ə.v-in yanına gəlib üzr istəyir. Bəli, o əsnada Peyğəmbər s.ə.v deyir ki, bəli, səbir fəlakətin ilk anında göstəriləndir. Bəli, həyatımızda yaşadığımız hər bir məhrumiyyət bizə səbri öyrədir.